11-ci suala baxaq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periodu 20 saniyədir. Cisim A nöqtəsini keçdikdən 45 saniyə sonra sürətini tapın. Bax, periodu deyir 20 saniyədir. Deməli, 1/4 aralığa 5 saniyə vaxt zaman sərf olunur. Hər 1/4 aralığa 5 saniyə vaxt sərf olur. Bizə nə deyir? 45 saniyə və cisim A nöqtəsini keçəndən sonra hesablayaq. Baxaq. Gələk, 5-5-də saya bilərik. Bir tam dövrədə görürük ki, 20 saniyə vaxt keçir. Baxın, bir tam dövr elədim, gəldim, çıxdım 20. Bir də bir tam dövr sərf eləyib, gəlib çıxıram, olur 40. Neçə saniyəm qalır? 5 saniyəm qalır. 5 saniyədə gəlirəm hansı nöqtəyə? B nöqtəyə. Deməli, 2 dəfə dövr elədim, bir də 1/4 qədər dövr elədim. Sonunda gəlib 45 saniyə, yəni B nöqtəsinə çatmış oluram. Cavabım B nöqtəsi. 12-ci suala baxaq. Avtomobili 60 metr radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Onun 1,8 kilometr yol getdiyini nəzərə alaraq neçə dövr etdiyini tapın. Baxın, avtomobilin bir təkəri bir tam dövr edəndə getdiyi yol çevrənin elə uzunluğu olur, 2πr. Və n qədər gedəndə bunu vururuq n-ə. Bizə nə edir? Neçə dövr? Yəni, buradan n-i tapaq, n bərabərdir. Yanındakiləri məxrəcə düşürdük. 2πr, l-də sürətdə. 1,8 kilometrə metrə çevirsək, 1000-ə vurmalıyıq. Yəni, eləyir 1800. 2π'miz eləyir 6, radiusumuz da 60 metr. Sıfırlar gedər. 6 və 6, 36. 36 ilə də 18 gedər. Burada da qalır 2. Sürətdə 10. 10 bölünsün 2, yəni burada 5 dövr etmiş olur. 13-cü suala baxırıq. Təkərin radiusu 0,5 metr olan avtobus bərabər sürətlə hərəkət edir. 3 kilometr yol getdiyini bilərək neçə dövr edər? Yenə eynən bayaqki sualdır. Dövrünü soruşur, L bərabərdir. 3 kilometr, yəni 3000 metr bölünsün 2πr. 2π'miz edir 6, radiusumuz 0,5. Vergüldən azad eləyək, 1 0 qoyaq. 6 və 5 30 eləyir. 30 eləsə, bax, buradan 1 0 gedər, 3 də buradan gedər. Yəni 1000 dövr etmiş olar. 14-cü suala baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin getdiyi yolun etdiyi dövrlərin sayına nisbəti 120-yə bərabərdir. Bir də oxuyum nə deyir? Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin getdiyi yolun etdiyi dövrlərin sayına nisbəti 120-yə bərabərdir. Çevrənin radiusunu tapın. Deməli, biz dedik ki, radiusumuz bərabərdir. Sürətimiz bizə nə deyir? Radiusumuzu tapın deyir. Bir dəqiqə. Biz dedik ki, yolumuzun düsturunda nə dedik? L bərabərdir 2πr vurulsun n. Buradan radiusu tapaq. Radius bərabərdir. Yazarıq. 2πn sürətdə L. Baxın, bizə L bölünsün n nisbətini deyir 120-dir. Yazaq 120. 2π, yəni bölünsün 6. O da bərabərdir 20 metr. Radiusumuz eləyər 20 metr. 15-ci suala nəhayət gəldik. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürətinin çevrənin radiusuna nisbəti. Nə deyir? Cismin sürətinin çevrənin radiusuna nisbəti 12-yə bərabərdir. Dövrətmə tezliyini soruşur. V bərabərdir. Tezliklə olan düsturumuz 2πr vurulsun n. Tezliyimizi buradan alsaq. 2πr yuxarıda qalar sürət. Baxın, indi də bizə V bölünsün r-ni verib 12 bərabərdir. Bunu yerinə yazarıq. 12 bölünsün 2π'mizdə eləyir 6. Bu da bərabərdir 2 saniyə üstü -1. Bu qədər uşaqlar. Bu səhifə yadımdan çıxmışdı. İndi birləşdirəcəm bunları.